Xeyirli olsun. Sabahınız xeyir, xoş gördük. Biz sizə təşəkkür edirik dəvətimizi qəbul elədiyiniz üçün, vaxt ayırdığınız üçün və həm də ona görə təşəkkür edirəm ki, belə bir məsələni qaldırmışsınız Milli Məclisdə. Deməli, digər ölkələrdə bu təcrübə var. Bizdə sizcə nə formada yerinə yetirilə bilər, nə formada tətbiq edilə bilər belə bir qərar? Mən sizi, bizim izləyiciləri salamlayıram. Mən də təşəkkürümü bildirirəm ki, belə bir aktual mövzuya toxunmusunuz. Bu cür mövzuların müzakirəsinə çox böyük ehtiyac var. Məsələnin həlli yalnız qanunvericiliklə bağlı deyil. Məsələnin həlli həm də bizi gözləyən problemləri bilməyimizdən onun qarşısını almaq üçün müəyyən istiqamətdə atdığımız addımlardan asılıdır. Reallıq ondan ibarətdir ki, bugün ağıllı telefonlar, bugün sosial media bizim həyatımızın ayrılmaz bir tərkib hissəsinə çevrilir. Əslində, biraz bundan əvvəl siz çox vacib bir məqama toxundunuz. Bu barədə az danışılır. Xüsusilə də az yaşlılar, xüsusilə də qızlar sosial mediada tez-tez müxtəlif mesajların qurbanlarına çevrilirlər və sonraki həyatlarını həm də məhv etmiş olurlar. Mən bir neçə gün bundan əvvəl bir uşaq sığınacağındaydım. Orada bir kiçik araşdırma apardım. Dedim, məsələ necədir? Dedilər ki, bax, bu gördüyünüz uşaqların bir hissəsi sosial media vasitəsilə müxtəlif şəxslər tərəfindən aldadılıblar və bugün onun acı nəticələrini yaşayırlar. Və o mənada bugün bütün dünya narahatdır və çox sevindiricidir ki, Azərbaycan dövləti də bu məsələyə ən tez reaksiya verən dövlətlərdən biri oldu. Mən bir neçə dəfə parlamentdə bu məsələni qaldırmışdım və bir müddət bundan əvvəl ən vacib məsələlərdən biri cənab prezidentin çox önəmli bir sərəncamı oldu. O sərəncam ondan ibarət idi ki, uşaqların rəqəmsal mühitdə zərərli təsir və məzmunlardan qorunması ilə bağlıdır. Biz sizin kanalda da bunu bir dəfə müzakirə etmişdik və burada da bir neçə istiqamətdə vəzifə müəyyənləşdirilmişdi. Bir, yaş məsələsidir, yəni yaş tətbiqidir. Artıq bir çox ölkələrdə 16-17 yaş məsələsi müzakirə olunur. Burada bunun davamı olaraq ümumiyyətlə məktəblərdə ağıllı telefonlardan istifadə məsələsidir. Uşaqların müxtəlif zərərli məzmunlara çıxmasının, onlara asanlıqla daxil olmasının qarşısının alması məsələsidir və ən önəmli məsələ ondan ibarətdir ki, burada digər vacib bir məqam da maarifləndirmə və təbliğat məsələsidir. Bilirsiniz, burada çox vacib bir məqam var. Məqam odur ki, biz düşünsək ki, qanunvericiliklə bu məsələni tam həll edə biləcəyik, xeyr. Yəni, bu qanunvericilik məsələnin hüquqi tənzimlənməsi yoludur. Yəni, bəli, Milli Məclis, xüsusilə də cənab prezident məsələyə öz reaksiyasını verdi və bugün qanun hazırlanır, artıq proseslərə başlanılıb. Amma burada nəzarət mexanizmləri və ən önəmlisi, valideynlərin rolu çox önəmlidir. Yəni, bilirsiniz, mən bunu sizinlə də bir neçə dəfə bu məsələlər müzakirə olunduğunda demişəm. Valideyn uşaq yaşından uşağa telefonu verir 2 yaşından. Sonra almağa çalışır, bunu ala bilmir. Yəni, burada qanunverici tərəflə yanaşı. Məsələn, bugün insanları ən çox nə düşündürür? Düşündürən odur ki, yaxşı, bu qanun qəbul edildi, amma valideynin tutaq ki, hesabından uşağın daxil olması məsələsi necə olur? Bax, o mənada qanunvericilik orqan, dövlət özü bu istiqamətdə proseslərə başlayıb. Artıq bilirsiniz ki, Milli Məclisdə çox geniş bir müzakirə oldu, bir neçə komitənin iştirakı ilə və orada çox vacib rəqəmlər səsləndirildi. Acı vəziyyəti bizim hörmətli komitə sədrləri cəmiyyətin diqqətinə çatdırmağa çalışdılar. Yəni, uşaqların neçə faizi təsirə məruz qalır və s. Və ona görə artıq prosesə başlanılıb, yaxın vaxtda qanun qəbul ediləcək. Burada təbii ki, eyni zamanda inzibati xətalar məcəlləsində də dəyişirlər, cərimələr məsələsi də var. Amma qeyd etdiyimiz formada ailələrdə, məktəblərdə sıx bir işin aparılmasına ehtiyac var. Cəmiyyətin özünün səfərbər olmasına ehtiyac var. Qarşıda bizi çox çətin günlər gözləyir. Yəni, bugün uşaqların eləsi var 10 saat, 15 saat, 20 saat telefondadır. Mən bu yaxınlarda demək bir Koreya ilə bağlı bir araşdırma apardım. Bir gənc 17
saat kompüter qarşısında qalıb həyatını itirmişdi. Yəni getdikcə bax bu təsirlərdən qorumaq üçün həm hüquqi müstəvidə, həm maarifləndirmə istiqamətində hamımızın səfərbər olaraq birgə ciddi addımlar atmağımıza böyük ehtiyac var. Ceyhun müəllim, qeydiyyat prosesini necə düşünürsünüz? Yəni sosial şəbəkədən qeydiyyat prosesi sosial şəbəkə platformalarının tabe olduğu şirkətin özünün qaydaları əsasında formalaşır da. Yəni orada təbii ki, onsuz da onların qaydalarına görə də 18 yaşdan aşağı qeydiyyatdan keçə bilmirsən, amma 18 yaşdan aşağısansa biraz yaşı böyük qeydiyyata salıb, yəni keçə bilirsən də çox rahatlıqla. Yəni bunun tənzimlənməsi nə formada olacaq? Yəni bu Azərbaycan hökuməti nə formada müdaxilə edə bilər bu qeydiyyat prosesinə? Bəli, burada çox əslində vacib bir məqama toxundunuz. Ona görə mən də bayaq onu xüsusi vurğuladım ki, biz düşündük ki, qanuna dəyişiklik edəcəyik, bununla bizim vəzifəmiz bitdi, yox. Burada artıq bir neçə istiqamətdə işin getməsinə ehtiyac var. Yəni, əslində bugün sizin də qeyd etdiyiniz kimi bu platformaların əksəriyyətində müəyyən normalar var. Və o normalarda qeyd olunur ki, uşaq 17 yaşından aşağı girmək, yəni icazəsi yoxdur, yuxarı yaşda girməlidir. Burada mən ona görə deyirəm ki, artıq burada bu qanunun tərəfi yetərli deyil. Burada paralel olaraq həmən bu platformalarla işin aparılmasına ehtiyac var. Ümumiyyətlə, mən düşünürəm ki, Azərbaycanda ciddi bir formada sosial şəbəkələrdə filtrasiyaya ehtiyac var. Filtrlərə ehtiyac var. Ümumiyyətlə, bəzi adamların çıxışına qadağan qoyulmalıdır. Və bunun üçün də bizim aidiyyatı qurumlar bu platformalarla sıx işləməlidir. İndi biz uşaqları müzakirə edirik. Amma siz özünüz də görürsünüz ki, TikTokda nə baş verir və hansı biabırçılıqlar baş verir. Ona görə burada yəni, məsələ nədir? Bütün məsələlərdə birinci hüquqi baza yaradılır. Yəni biz bir mənalı olaraq bu hüquqi bazanı yaratmalıyıq ki, sabah kiməsə deyək ki, sən qanunu pozmusan. Yəni, bu hüquqi bazanın yaradılması mütləqdir. Amma bunun davamı olaraq, yəni məsələnin mən ona görə qeyd etdim ki, artıq ailə tərəfi var. Yəni, evdə valideyn buna şərait yaradacaq, yaratmayacaq, nəzarət tərəfi var. Və eyni zamanda bu platformaların özü ilə də sıx bir əməkdaşlığın qurulmasına ehtiyac var. İndi mən anlayıram, çox vaxt bizim ekspertlər deyir ki, Azərbaycan kiçik bir ölkədir. Bu qurumlar Azərbaycanla o qədər də əməkdaşlıqda, burada ofis açmaqda maraqlı deyirlər. Amma biz nə isə bir məsələni ciddi bir formada fikirləşməliyik ki, bu proses getsin. Yəni, söhbət ondan gedir ki, uşaq sosial mediadan harda istifadə edir, internetdən harda istifadə edir. Yəni, bizim bugün problemlərimizdən ən ciddi səbəblərindən biri bizim valideynlərimizdir. Yəni, valideynlərimizin özlərinin uşaqlara ciddi nəzarət olmalıdır. Valideyn özü buna getməlidir və o mənada, yəni, biz daha çox keçməliyik sosial mediadan, ağıllı telefondan nəzarətli bir istifadəyə, nəzarətli bir tərəfə. Yəni, indi burada belədir ki, bizim əslində hüquq mühafizə orqanları çox yaxşı işləyirlər, xüsusilə Daxili İşlər Nazirliyi bu prosesi çox ciddi bir formada nəzarətdə saxlamağa çalışır. Amma burada artıq yəni, ciddi də bir nəzarət mexanizmi olmalıdır, araşdırma mexanizmi olmalıdır və o prosesin gedişinə uyğun olaraq da işlər həyata keçirilməlidir və bunun digər texniki tərəfləri də həll olunmalıdır. Yəni, o əslində hamını düşündürən bir məsələ odur ki, ora yanlış məlumat daxil edildi və girildi sosial media. Bu necə olacaq? Ona görə mən onun o tərəfini deyirəm ki, burada yalnız düşünsək ki, biz hüquqi tənzimləməni həyata keçirdik, bununla bizim missiyamız bitiyor. Burada kompleks tədbirlər həyata keçirilməlidir və bunlar da hamısı əslində sərəncamda əksini tapmışdı, cənab prezident. Aydın, təşəkkür edirəm. Çox sağ olun ki, bu məsələni bizlə müzakirə etdiniz.